Trampdan Çinə barışıq təklifi, Pekini qəzəbləndirən Amerika Birləşmiş Ştatları lideri ortaq məxrəc axtarır. Amerika Birləşmiş Ştatları Çinlə ticarət sazişi bağlamaq istəyir və onun razılaşa biləcəyinə əmindir. Report xəbər verir ki, bu barədə Amerika lideri Donald Trump bildirib. Görək Çinlə işlər necə gedir? Biz razılaşmaq istərdik. Əminəm ki, biz əla anlaşacağıq. Mən Çin Xalq Respublikasının sədri Xi Jinpingə böyük hörmətlə yanaşıram. O uzun müddətdir mənim dostumdur və inanıram ki, biz ölkələrimiz üçün yaxşı olacaq addımlar atacaq deyə Trump bildirib. Qeyd eləyək ki, Donald Trump prezident seçildikdən sonra Çin mallarına 4 mərhələdə rüsum tətbiqini elan edib. Aprelin 9-dan etibarən Çin malları üçün idxal rüsumları 104% qaldırılıb. Rəsmi Pekin isə Amerika Birləşmiş Ştatlarının Çin mallarına tətbiq elədiyi idxal rüsumlarını artırmasına cavab olaraq Amerika Birləşmiş Ştatlarından idxal edilən mallara 84%lik gömrük tarifləri tətbiq edəcəyini açıqlayıb. Bundan başqa Amerika Birləşmiş Ştatlarının daha 12 şirkəti Çinin ixrac nəzarəti siyahısına, 6 şirkəti isə etibarsız müəssisələr siyahısına daxil edilib. Çin Xarici İşlər Nazirliyi də Amerika Birləşmiş Ştatlarının addımlarının cavabsız qalmayacağını, ölkənin qanuni hüquq və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görüləcəyini açıqlamışdı.